Salam değerli insanlar ve bizi izleyen YouTube algoritmləri. Videoya keçməzdən əvvəl gəlin YouTube'un könlünü ala. Bəyənmə düyməsini qeyd edin, şərhlərdə fikirlərinizi yazın. Like'ları və maraqlı şərhləri əsirgəməyin. Keçək əsas məsələyə. Aprel ayı Xankəndidə təbiətin oyandığı, şəhərin ətrafdakı yaşıl dağların dumanla örtüldüyü gözəl bir fəsildir. Son günlər bölgədə yağıntılı, lakin mülayim yaz havası müşahidə olunur. Ən çox verilən suallara cavab verməyə çalışacağıq. Xankəndidə məscid tikiləcəkmi? Məlumat üçün qeyd edim ki, Xankəndinin tarixi məhəllələrində, məsələn, Böyük Bazarda, Xərratlarda, Aşağı məhəllədə vaxtilə kiçik məscidlər olub. Lakin işğal dövründə onlar tamamilə dağıdılıb. Yeni tikiləcək məscid həm də o tarixi ədalətin və mədəni irsin bərpasının simvoludur. 2026-cı ilin aprel ayının əvvəlindən etibarən Xankəndi şəhərində yeni məscid binasının layihələndirilməsi və inşası ilə bağlı işlərə start verilib. Bu, şəhərin yeni memarlıq simasının formalaşmasında vacib addımlardan biridir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Xankəndinin şəhərinin baş planının hazırlanması zamanı şəhərin tarixi və dini irsinin bərpasını, həmçinin yeni ibadət yerlərinin inşasını əsas prioritet kimi müəyyən edib. Dini qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xankəndidə dini abidələrin bərpası və yeni məscidlərin tikilməsi planı mütəmadi olaraq ictimaiyyətə açıqlanır. Məscid binasının memarlıq üslubunun Qarabağ bölgəsinə, xüsusilə Şuşa və Ağdam məktəbinə uyğun olması nəzərdə tutulur. Tikinti prosesi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən Qarabağda dini abidələrin bərpası layihəsinin bir hissəsidir. Xankəndi şəhərində yeni məscid binasının layihələndirilməsi üçün 798.860 manat, yəni təxminən 800.000 manat vəsait ayrılıb. Layihə üzrə işlərin icrasına rəsmən 2 aprel 2026-cı ilin tarixində başlanılıb. Müqaviləyə əsasən layihələndirmə və əlaqədar işlərin 31 dekabr 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Məscidin inşası şəhərin tarixi simasının bərpası üçün atılan ən əhəmiyyətli addımlardan biri sayılır. Xankəndi şəhərində tikiləcək yeni məscid kompleksinin yeri və layihəsi haqqında artıq kifayət qədər spesifik detallar məlumdur. Məscid kompleksi üçün şəhərin baş planında 3,6 hektar genişliyində böyük bir ərazi ayrılıb. Yerləşmə ilə bağlı ən önəmli məqamlar mövcuddur. Məscid elə bir nöqtədə planlaşdırılıb ki, o şəhərin həm dini, həm də sosial mərkəzinə çevrilsin. Layihə hazırlanarkən maraqlı amillər nəzərə alınıb. Məscid binası ətrafdakı yaşayış binaları, mövcud kilsə və digər ictimai obyektlərlə memarlıq baxımından düzgün əlaqələndirilib. 3,6 hektarlıq ərazidə təkcə məscid binası deyil, həm də geniş parking sahəsi, köməkçi binalar və dəstəmaz otaqları yer alacaq. Məscidin yeri həm də onun vizual olaraq şəhərin hər tərəfindən görünməsini təmin edəcək. Dizayn haqqında desək, fasadları ənənəvi İslam memarlığına uyğun olaraq kaşı bəzəklərindən, mərmər üzlüklərdən və taxta şəbəkə elementlərindən istifadə olunacaq. Layihə həm klassik Qarabağ memarlıq məktəbinin elementlərini, həm də müasir tikinti həllərini özündə birləşdirir. Xankəndi şəhərində yeni məscid kompleksinin harada yerləşəcəyi ilə bağlı ən dəqiq koordinatlar haqqında desək, şəhərin şərq girişinə yaxın. Daha dəqiq desək, Xocalı-Xankəndi yolu Ağdam istiqamətindən gələn əsas magistral ilə şəhərin mərkəzi arasındakı keçid zonasında nəzərdə tutulub. Məscid şəhərin mərkəzi hissəsinə yaxın, kifayət qədər geniş və strateji bir ərazidə sakinlərin və tələbələrin
Qarabağ Universitetinə yaxınlığı nəzərə almaqla rahat gediş-gəlişi üçün uyğun bir yerdə inşa ediləcək. Məscid elə bir yerdə salınır ki, şəhərə Ağdam və Xocalı istiqamətindən daxil olan hər kəs bu möhtəşəm abidəni görə bilsin. Bu bir növ şəhərin yeni vizit kartı və mənəvi qapısı funksiyasını yerinə yetirəcək. Məscid üçün ayrılan 3,6 hektarlıq ərazi şəhərin təhsil və inzibati mərkəzinə yaxınlığı ilə seçilir. Bu Qarabağ Universitetində təhsil alan tələbələrin və mərkəzdə çalışan mülki əhalinin ibadət yerinə rahat piyada gediş-gəlişini təmin etmək məqsədi daşıyır. Şəhərin baş planına əsasən məscid kompleksi nisbətən hündür və açıq bir ərazidə yerləşəcək. Bu da imkan verəcək ki, məscidin minarələri şəhərin müxtəlif nöqtələrindən vizual olaraq görünsün. Kompleksin ətrafındakı yaşıl zona və park sahəsi şəhərin ekoloji quruluşuna uyğunlaşacaq. Xankəndinin gələcəkdə genişlənəcək yeni yaşayış binalarının və sosial obyektlərinin məhz bu istiqamətdə şərq və mərkəz arası sıxlaşması gözlənilir. Beləliklə, məscid sadəcə tarixi mərkəzdə deyil, həm də gələcəyin müasir yaşayış mərkəzinin tam qəlbində olacaq. Hazırda ərazidə torpaq hazırlıq və mühəndis kommunikasiya işləri üçün ilkin planlaşdırma işləri aparılır. Bu layihə tamamlandıqda o şəhərin Sovet dövründən qalma boz simasını dəyişərək ona milli və mənəvi bir ruh qatacaq. Ağdam-Xankəndi dəmir yol xəttinin tikintisi sürətlə davam edir. Hazırda tikinti quraşdırma işlərinin təxminən 43%-i tamamlanıb. Bu yolun ilin sonuna qədər tam hazır olması gözlənilir ki, bu da şəhərə gediş-gəlişi xeyli asanlaşdıracaq. Bu kompleksin inşası da 2026-cı ilin sonuna qədər tamamlanması hədəflənir. Ağdam-Xankəndi xətti cəmi 28 kilometr uzunluğunda olan bu xətt üzərində 3 stansiya Əsgəran, Xocalı və Xankəndi olacaq. Şəhərə sakinlərin köçürülməsi və mülki xidmətlərin qurulması istiqamətində işlər aktiv fazadadır. Artıq Xankəndidə müxtəlif xidmət sahələrində iaşə, təmizlik, ofis işləri, vakansiyaların açılması şəhərdə mülki həyatın tam bərpa olunduğunun göstəricisidir. Zəngilan şəhəri də tamamilə yenidən doğulur. Şəhərin düz mərkəzində 2 hektarlıq ərazidə yüksələn 1-ci yaşayış məhəlləsində işlərin əsas hissəsi artıq yekunlaşıb. Burada hər şey ən xırda detalına qədər düşünülüb. 12 binadan ibarət bu məhəllədə müasir minimalizm və milli ornamentlərimizin möhtəşəm bir vəhdəti təşkil edilib. 8 bina 2 mərtəbəli, 4 bina isə 3 mərtəbəlidir. Ümumilikdə 104 mənzil ilk sakinlərinə qovuşmaq üçün gün sayır. 1 otaqlıdan 5 otaqlıya qədər. Binaların damında günəş panelləri quraşdırılıb. Hətta elektromobillər üçün xüsusi doldurma stansiyası, uşaq və idman meydançaları, həmçinin 6 yerüstü dayanacaq da sakinlərin xidmətində olacaq. Ümumilikdə 12 bina üzrə qaba tikinti işləri başa çatıb. Daxili mühəndis şəbəkələri quraşdırılıb. Hazırda mənzillərdə daxili təmir işləri aparılır. Binaların fasadlarının qurulması isə yekun mərhələdədir. Məhəllə daxili kommunikasiyaların bir hissəsi artıq çəkilib. Hazırda bütün tikinti işlərinin təxminən 80%-i tamamlanıb. Tikinti bitdikdən sonra sakinlərin Zəngilan şəhərinin 1-ci yaşayış məhəlləsinə köçürülməsi planlaşdırılır. Bildiyim qədər 2025-ci ilin noyabrında sakinlərin qayıdışı üçün ilk püşyatma artıq keçirilib. Çox tezliklə yeni evlərdə işıqlar yanacaq və Zəngilanın küçələri doğma sakinlərin gülüşü ilə dolacaq. Qarabağın bərpası sürətlə davam edir. Macarıstan Cəbrayılın
Soltanlı kəndinin yenidən qurulması üçün 30 milyon dollar qrant ayırdı. Artıq rəsmi sənədlər imzalanıb. Şuşa rayonunun Zarıslı kəndi Qarqar çayın qolu olan Zarıslı çayın sahilində Sarıbaba dağının ətəyində yerləşir. Bu yaşayış məntəqəsi görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvana məxsus kəndlərdən biri olmuşdur. Kəndin yaxınlığında Zarız qalasının xarabalıqları var. Mənbələrdə 13-cü əsrdən adı çəkilən Zarız toponimi ehtimal olunur ki, əslində sarı sudur. Kəndin adı ərazisindən axan eyni adlı çayın adı ilə bağlıdır. Kənd Şuşa rayonunun mərkəzi hissəsində 1528 metr yüksəklikdə yerləşir. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videonu bəyənməyi, kanala abunə olmağı və bildiriş zəngini açmağı unutmayın ki, yeni videolardan ilk siz xəbərdar olasınız. Və siz Xankəndindəki bu yeniliklər haqqında nə düşünürsünüz? Fikirləriniz mənim üçün də maraqlıdır, mütləq şərhlərdə yazın. Hamısını bir-bir oxuyuruq. Beləliklə bir videomuzun da sonuna gəldik. Ümid edirəm ki, bugün paylaşdığım məlumatlar sizin üçün həm maraqlı, həm də faydalı oldu. Sağ olun, hələlik yeni videolarda görüşənədək.